Hər il ali təhsil ocaqlarından minlərlə tələbə məzun olur. Bir çoxları təhsildən sonra iş tapmaq məsələsində çətinlik çəkirlər. Bunun əsas səbəblərindən biri də hər hansı sahədə birbaşa işçi kimi fəaliyyətə başlamaq üçün yetərli təcrübənin olmamasıdır. Gənclərin qarşılaşdığı bu kimi məqamları nəzərə alaraq Mingəçevir Dövlət Universitetinin rəhbərliyi tərəfindən təqdirəlayiq addımlar atılır. Söz gedən məsələ ilə bağlı universitet tərəfindən 2026-cı ilin 2 aprel tarixində Universitet Tədqiqat Sənaye İnteqrasiyası ilə Dayanıqlı Gələcəyə adı altında tədqiqat mövzu hovuzu platforması təqdim olunub. Azərbaycan İstilik Elektrik Stansiyası məhdud məsuliyyətli cəmiyyətdə keçirilən tədbirdə stansiyanın inzibati heyəti, Mingəçevir Dövlət Universitetinin akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər. Tədqiqat mərasimində çıxış edən rektor Anar Eminov platformanın universitet sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir. Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib. Həmçinin Türkiyənin Orta Doğu Texnik Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib. Tədqiqat mövzu hovuzu platforması magistrantlara, sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmə imkanı yaratdığını diqqətə çatdıran rektor, tələbələrin öz elmi tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini planlaşdırmadan müdafiəyə sistemli şəkildə izləyə bildiyini vurğulayıb. Platformanın plagiat yoxlanışı, elmi pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunduğu da qeyd edilib. Bildirilib ki, platformaya ilk töhfə Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən verilib. Universitet tərəfindən 5 praktiki tədqiqat mövzusu təqdim olunub və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Eyni zamanda Ege Universiteti və Huawei şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər. Layihə çərçivəsində tədqiqat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, tədqiqat mövzu hovuzu platforması ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi və elmi rəhbərlərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir. Bugün Mingəçevir Dövlət Universiteti, Orta Doğu Texnik Universiteti, Ege Universitetinin təcrübəsindən istifadə edərək ilk dəfə mövzu hovuzu platformasının açılışını etdi. Sənaye müəssisələrinin daha tez və daha operativ təhsil prosesinə cəlb olunması məqsədi ilə bu platforma yaradılmışdır. Platformanın əsas yaradılmasında məqsəd ondan ibarət idi ki, bu günləri Mingəçevir Dövlət Universitetində təhsil alan magistratura tələbələrinin, magistrantların mövzularının, dissertasiya mövzularının seçilməsində, problemlərin qoyuluşunda birbaşa sənaye ilə birlikdə bu işlərin cəlb olunması, həyata keçirilməsi və operativ surətdə nəticələrin əldə olunmasıdır. Hesab edirik ki, bu platforma gələcəkdə digər universitetlərdə də təcrübəsində olacaqdır. Platformanın yaradılmasında Orta Doğu Texnik Universitetinin prorektoruna, Huawei şirkətinin rəhbərinə və eləcə də Ege Universitetinin professor müəllim heyətinə təşəkkürümü bildirirəm. Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu model ali təhsil ilə sənaye arasında sistemli və davamlı əməkdaşlığın gücləndirilməsinə, elmi tədqiqat fəaliyyətinin praktik yönümlülüyünün artırılmasına və innovativ ideyaların real sektora inteqrasiyasına mühüm töhfə verəcək. Elgiz Mahmudov, Faiq Kərimov, Mingəçevir.